Azərbaycanda dövlət maliyyəsinin idarə edilməsində geniş miqyaslı islahatlara başlanılıb. Bunu Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Azər Əmiraslanov parlamentin növbədən kənar sessiyasının bugünkü iclasında 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib. Qeyd edib ki, bu islahatlar rəqəmsal dövlət maliyyəsi informasiya sisteminin formalaşdırılmasını, maliyyə vəsaitlərinin idarə olunmasında daha səmərəli icra və nəzarət mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Müasir dövrdə dövlət maliyyəsinin effektiv idarə olunması artıq sadəcə maliyyə məsələsi deyil. Bu, həm də milli təhlükəsizlik, iqtisadi suverenlik, sosial rifah və dövlətin dayanıqlığı məsələsidir. Heç şübhəsiz, dövlət maliyyəsinin idarə edilməsi sahəsində islahatlar parlament müstəvisində büdcə hesabatlığının təkmilləşdirilməsinə də öz töhfəsini verəcəkdir.